Xoş gördük dəyərli izləyicilər. AHB studiyasındayıq və bugün sizi olduqca maraqlı bir söhbət gözləyir. Bugün musiqimizdən danışacağıq, amma vətənimizin güneyində. Musiqimiz, dilimiz və mədəniyyətimiz kimi o ağır dönəmdə necə yaşadı və ötən 10 illiklərdə dilimizə, mədəniyyətimizə, milli kimliyimizə qoyulan yasaqlar dönəmində musiqimiz bu ağır şərtlər altında necə can tapdı. Bax, bütün bunlar haqqında bugünkü söhbət sizə təqdim olunacaq. Və bugün kimlər və hansı şəraitdə necə musiqimizi yaşatdılar, bu suala da cavab tapacağıq. Bizimlə olun, bizdən ayrılmayın. Dəyərli izləyicilərimiz, bugünkü qonağımız Cəlayi vətən olan bir el oğlumuzdur. Uzun illərdir ki, okeanın o tayında, Amerika Birləşmiş Ştatlarında yaşayır, müğənnidir, tenordur, səsi və musiqimizi uzaq diyarda yaşatmağa davam edir. Hörmətli Behruz Fərruxi. Behruz bəy, xoş gəldiniz. Çox sağ olasın. Vətənə xoş gəldiniz öncə, sonra da bizim studiya. Vətənimizə bəli, xoş gəldiniz. Xoş gəldiniz. Behruz bəy, uzun illərdir, mənim bildiyim qədər bir 30 ilə yaxındır ki, siz Amerika Birləşmiş Ştatlarındasınız. Yəni, hər halda güneydən çıxmışsınız. Təxminən 27-28 ildir. Amma tez-tez Bakıda sizi görmək bizə xoşdur. Səhnələri bölüşmək xüsusilə bizə xoş gəlir. Yəni, sizi səhnədə görmək və o qüdrətli səsinizi eşitmək. Amma istər-istəməz içərimizdən bu sual keçir ki, əcaba, siz niyə Güney Azərbaycanda bu sənətimizi yaşatmadınız? Hansı şərtlər sizi vadar elədi ki, oradan çıxasınız? Və təbii ki, növbəti suallarımızda oradakı durumu da sizdən öyrənəcəyik. Biz çox gözəl bilirik ki, bu sənəti illərlə vətənimizin güneyində, bayaq dedim, yenə də təkrar edirəm ki, ağır şərtlər altında yaşadan kişilər olub. Bu yaxınlarda biz onlardan birinin anım mərasimini keçirdik. Sonra hörmətli başqa bir qardaşımız Nasir Səhin dünyasını dəyişdi. Söhbət Əli Haqşinasdan gedir. Və təbii ki, hamımızın əzizi, hamımızın dəyərlisi Həsən Dəmirçinin burada xüsusi yeri var. Amma Həsən Dəmirçidən öncə də Əli Səlimi olub, Səfərəli Cavid olub, Mahmud Şatriyan olub. Biz bunları görmüşük, eşitmişik, sevmişik və qürur duymuşuk ki, o şəraitdə, o ağır durumda, istər Pəhləvilər dönəmində, istərsə də sonraki İslam dönəmində onlar musiqimizi yaşatdılar və sözlərini musiqi ilə dedilər. Mən istəyərdim ki, özünüz haqqında məlumat verəsiniz bizim izləyicilərimizə. Hansı şərtlər sizi vadar elədi ki, ölkəni tərk edəsiniz? Çox sağ olasınız, xoş görmüşük bütün izləyiciləri. Sağ olun məni bura çağırdığınız üçün. Mən Təbriz doğumlusuyam, amma ancaq atam, anam özü Bakıda 7 yaşında, atam 7 yaşında, anam 5 yaşında bunları Stalin zorda sürgün salmışdı. İndi İran adına ya Güney Azərbaycan torpaqlarına. Təbrizdə doğulub böyümüşəm və siz dediyiniz kimi 28 ildir mən indi demək olar ki, Təbrizdən köçməyə məcbur olmuşam. Bizə bir zor duruma salıblar ki, orada qala bilməyimiz çox çətin olub. Mən musiqi haqqında belə deyim, 9 yaşımdan başladım oxumağa, o yadımdadır. Ancaq bilirsiniz, şah dönəmində bütün hər şey farsça idi. Bu 78-ci ildə bu inqilab olduğu üçün bir 2 ilə yaxın orada bir azadlıq oldu, nisbi azadlıq. O dönəmdə bizim vətənimizin quzeyindən çoxlu musiqi materiallar gəldilər və bizim əlimizə çatdı. Və mən demək olar ki, əlbəttə şah dönəmində də bizim evdə, dediyim ki, mənim atam öz üçün buradan getmiş idi, musiqimizi sevərdi, onu bəsləyərdi. Bizim evimizdə qramofon var idi o zamanlar, mən uşaq ikən. Və qramofonda Bülbülün hətta yadımdadır ki, onun, siz burada disk deyirsiniz, böyük, onlar var idiler. Ancaq mən o Azərbaycan musiqisi ilə əsas tanışlığım bu inqilab dönəmindən sonraya olur. Və maraqlıdır ki, elə bu zamanlar sonra kasetlər gəldilər, bizim əlimizə çatdı. Bizim evdə bir kaset oxuyanımız var idi. Onları mən çox dinlərdim, salardım, qulaq asardım. Yazardım sözlərini, musiqini öyrənərdim. Harada da sözünü bilməsəydim, anamdan soruşardım. Məsəl üçün, deyərdim, ana bu burada Litviyanın bir
Lütfiyar İmanov böyük ustadımızın bir mahnısı. Ruh şad olsun. Bəli. Gəlin haralısan, onu mən anamdan soruşum, burada nə deyir? Belə bir durum, əhvalat var idi. Ancaq musiqimizi o daha düzgün və canlı musiqi ilə öyrənmək üçün elə orada bilirsiniz, Güneydə həftənin sonu cümə günüdür. Mənim o böyük bacımın həyat yoldaşı Riza Sələşur bir gün gəldi bizə. Rıza bəy də burada sayğı ilə anırıq, ruhu şad olsun deyik. Sağ olasınız. Eldar bəyə də, Azər xanıma da salam deyək. Çox sağ olun, var olasınız. Elə tanırsınız da Azərbaycan. Bəli. Riza gəldi, məni götürdü, elə dedi, du mənlə gedək. Məni götürdü, apardı. O zaman Təbrizdə bir Əbu Reyhan döt yol var. Orada biz iş yerində, yəni Həsən Ağa Dəmirçini bilirsiniz üçün adını gətirmirsiniz. Ruhu şad olsun. Onun iş yerində biz saxladı maşını və geçdi qapını döydü. Hətta o qapıların boyası da elə mavi rəngdə idi, oraya qədər yadımdadır. Və bunlar baxdılar, gördülər, tanışlar, gəldilər, qapını açdılar. Və biz getdik bir dəmirçinin, yəni Həsən Ağanın iş yerində, mən birinci dəfə orada gördüm ki, muqam kilası var. Mən muqamları da bilmirdim o zaman, yəni heç bilməzdim Bayat Şirazla Segahın fərqi nədir. Girdik içəriyə, gördüm ki, musiqiçilər otururlar. Bu inqilabdan sonraki dönəm. İnqilabdan sonra. Nə qədər sonraki dönəm? 58-ci il. 58. Yəni bir il sonra. Bəli, bir il sonra. Və mən girdim içəriyə, sonra salam görüşdən sonra Riza dedi ki, bu mənim qaynımdır, yaxşı oxuyur. Oturdular, sonra mənə gəldilər, dedilər, nə oxursan? Dedim, mən də o zaman Əbülfət Əliyevdən kaset əlimi geçmişdi. Bayat Şiraz muqamını öyrənmişdim, amma bilmirdim ki, Bayat Şiraz misal üçün belə olunur. Nəysə, adını amma kasetin üstündə bilgilərdə yazmışdım. Dedim, Bayat Şiraz oxuram. Həsən Ağa da çox maraqlandı ki, cavan oğlan Bayat Şirazı da tanır. Həsən Ağa da bilirsiniz ki, musiqinin vurğunu və xatimi və belə bir, necə deyirlər, istedadlı insanlar axtarardı. Nəsə mən oxudum və oxuyandan sonra bir başqa mahnı oxudum ki, Bayat Şiraz mahnısı deyildi. Həsən Ağa məni orada dayandırdı, dedi ki, yox, bu olmaz. Və başqa bir mahnı gərək oxuyarsan, Bayat Şiraz mahnısı oxuyarsan. Misal üçün, nə üçün? Heydər Baba. Və mən oradan başladım muqamlarımızı öyrənməyə. Sonra Lütfiyar İmanovdan, böyük ustaddan mən Koroğlu Ariyasını oxudum və bacımın toyunda birinci dəfə orada canlı musiqi olaraq böyük ustadımız Əli Ağa Fərşbafla ruhu şad olsun. Əli Ağa Fərşbaf hələ qalır. Əli Ağa Fərşbafın mən Mahmud Şatriyanı nəzərdə tutdum. Allah rəhmət eləsin. Amma mən sizə bir söz deyim. Mən də Bayat Şiraz üstündə Heydər Babanı ilk dəfə Güneydə gördüm. Orada var. Burada Azərbaycanda var idi. Səhv eləmirəmsə Segah ya Şur üstündədir. Yox, var elə Şurda da var. Şurda da var. Bəli. Rəhmətli Rübabə Muradova oxumuşdu onu. O, bəli, Rübabə xanım. Amma o Bayat Şirazda olanı mən orada eşitdim. Orada, o Güneydədir. Bu tayda çox oxumurlar onu. 3-4 ritmindədir. Doğru, nəysə, bəli. Mən oradan başladım musiqimizi öyrənməyə, muğamları öyrəndim. Həsən Ağa Dəmirçi mənim demək olar ki, muğam müəllimim olubdur. Mən də onun pis öyrəncisi olmuşam. Və o qədər məni belə deyim ki, çünki birinci dəfə də Bayat Şiraz oxumuşdum. Elə çox yığvalarımızda, belə doğum günlərində, toylarda biz həmişə Güneydə könüllü gedərdik. Orada elə mənə görməyimi deyərdi, budur, Bayat Şiraz gəldi. Həmişə də məndən çox elə görürsən, mahnılar ki, istərlər Bayat Şiraz üstündə. Məsəl üçün Daşlı Qala, Taza Gəlin. Bəli, Bayat Şiraz. Nəysə, o zamanlar bizim musiqimizi, yəni başlanğıcı əgər bir dəmirçi dükanında olursa, sonralar əlbəttə oranı da bağladılar, Həsən Ağanı sıxnağa qoydular. Həsən Ağa öz evinin aşağı qatında yeri qazdı və bir qatda getdi aşağı. Mən bunu heç unutmadım. Yəni siz düşünün ki, bir daha binanın aşağı qatında Həsən Ağa özü birisini gətirib orada bir qatda getdi aşağı və onun üstünü örtdü. Pillə yolu ilə biz yenirik aşağıya. Və orada biz muqamları öyrənirdik, məşq edirdik. Orada havanın üçün sıxıntı olurdu. Haradasa bir 3 metr, 4 metr bir otaq idi. Çox vaxtlar görürdük ki, tar, kamança, bunlar kökdən çıxırdılar. Məsələn, akordiyona o zaman qarmon çox az idi Təbriz. Akordiyona çox təsir eləmirdi. Amma hətta belə qaval, dəri qaval, ya dəri nağara olanda o havanın içəridə o dolanmamazlığı üçün şəraitdə. Bəli, o kökdən çıxırdı və neçə dəfələr məcbur olurduq ki, saxlayaq, biraz bir hava dəyişilsin, tar kamançanı köhləsinlər. Həsən Ağa belə bir çətin durumda, çətin bir şəraitdə
musiqini öyrətməyə və yaymağa davam etdi. Yüzlər yox, bəlkə minlər dəfə Təbrizdə təkcə Həsən ağa deyil, o birisi bizim musiqi xadimlərimizin gəldilər yığmalarda, ad günlərindən də, doğum günlərində, ha belə toy mərasimlərində musiqiçiləri tutdular, apardılar, bunların instrumentlərini tutdular, apardılar. Bu artıq İran-İraq savaşı dönəmində deyirsiniz. Bəli, onda da savaş sonra başladı. Savaş başlayandan sonra bu sıxıntı daha çox oldu. Özəlliklə bilirsiniz, şah zamanından, şah dönəmindən elə Azərbaycanın demək olar dilinə, kültürünə, musiqisinə, kimliyinə, xalqına baskı var idi. Bəli. Bu inqilab dönəmində çox belə ümid oldu ki, Azərbaycanlılar çox ümid etdilər ki, o şah dönəminin o rasist siyasətləri aradan geçsin, amma təəssüflə ki, o elə davam etdi, hələ belə formasını dəyişdi. Formasını dəyişdi, şah dönəmindən çöndü Axund Molla dönəminə. O zaman hələ çox deyildi, amma sonralar, hətta savaş qurtulandan sonra bu baskı daha çox oldu. Ancaq bizim o millətimizin, öncüllərimizin demək olar ki, çalışması ilə, meydandan qaçmaması ilə, üzdən getməməsi ilə sonralar bizim üçün musiqi məktəbləri açıldı. Məsəl üçün, Əli Ağa Səlimi birinci adam ki, o Təbrizdə biləsinə izin verdilər ki, musiqi məktəbi açsın. Ondan sonra Mahmud Ağa Şahçıyan ki, dünən Təbrizdə onun adına elə bir seminar keçirildi. O sonra ikinci məktəbi açdı və onun təsirlə bütün musiqi məktəbləri açıldı və yavaş-yavaş o baskıda olan, yer altında olan, iş yerlərində olan musiqi öyrətimləri çıxdılar. Mən düşünürəm ki, sizin o məktəblərin açılması dönəmi vətənin quzeyində istiqlaliyyətin elan edilməsindən sonradır. Yeri gəlmişkən, dəyərli izləyicilər, bugün bu söhbət qeydə alınarkən, bugün Azərbaycanın yenidən müstəqilliyə qovuşmasından tam 34 il keçir. Bugün 18 oktyabrdır. İndi bizim veriliş yəqin ki, bir neçə gün sonra efirə gedəcək. Amma izləyicilərin nəzərinə çatdırım ki, məhz 18 oktyabrdan sonra vətənin quzeyində milli dövlətin, yəni üçrəyli bayrağın altında bir milli dövlətin olmasından sonra, yəni müstəqil Azərbaycan Respublikasının olmasından sonra vətənimizin güneyində də proseslər, eyni zamanda dil, mədəniyyət, hətta siyasi proseslər belə yeni mərhələyə daxil oldu. Qalanı da Behruz bəy desin. Doğru, elədir. Biz çox mutlu bir, demək olar ki, çox xoşbəxt bir, demək olar bizim üçün bir dana bir olay oldu. O da Quzey Azərbaycanın müstəqil olması, Sovetlərin dağılması. Yəni belə deyim ki, mən o bəlkə istəmədən bu Azərbaycan milli hərəkatı ilə tanış olduğum və bu hərəkətin içərisinə girdiyim bu musiqi yolu ilə olub. Ancaq musiqi bizim kimliyimizin bir bölümü olub. O dediyim kimi musiqini sevdiyim üçün və biraz da o səsim olduğu üçün məni çox yerlərdə alqışladılar və mən yavaş-yavaş musiqi yolu ilə öz dilimizin necə yazılmasını da öyrəndim. Hətta mənim atam mənə Kiril alfabeti ilə yazmanı öyrətmişdi. Ancaq mən o savaş dönəmində, İran-İraq savaşında cəbhədə oldum. Orada məktub yazanda İngilis alfabeti ilə Kiril alfabetini qarışdırdım. Atama belə Latinla Kiril. Biraz sənə məktub yazırdım. Ancaq nə isə atam üçün demək olar ki, pişəvəri dönəmində bir il bizim ana dilimizdə məktəbə oxuyub getmişdi. Bizim evimizdə Kiril alfabetində ana dili kitabları var idi o zaman. Sonralar nə oldu orasını bilmirəm. Çünki dediyim kimi o inqilabdan sonra çox baskı var idi və bizlər də üçün o taydan bu taydan getmə bilirdilər çox. Ona görə bizim üstümüzdə də bir demək olar ki, 2 qat baskı var idi. Nə isə bu mədəniyyətimiz, kimliyimizin orada qoruması üçün bizim demək olar milyonlar insanlarımızın dəyəri var, səhmi vardır. Çoxlarının adını mən heç bilmirəm. İndi internet o yaranandan sonra çoxlarını mən uzaqdan uzağa tanımışam və çoxlarını da heç bu tayda da bilmirlər. Elə insanlarımız vardılar ki, bizim Həsən ağa məsələn demək olar ki, ən öncüllərimizin biri idi. Əlbəttə. Tarix, dil haqqında bizim Döktür Zehtablarımız var idi, Döktür Cavad Heyət var idi. Çoxları var, Döktür Nutqu var idi. Bir sırası tanınmış insanlar, dərgilər yayırdılar, kitablar yazırdılar. Bir sırası da vardılar ki, ancaq çalışırdılar, necə deyirlər, bilirsiniz, səhnənin bir önü var, bir də arxası var. Çox insanlar vardılar ki, o səhnənin arxasında olubdular. Mən indi xatırlayıram, Hüseyn Başmaqçı adında bizim bir çox görkəmli bir insanımız var idi. O hər zaman bu Azərbaycan musiqisinin demək olar ki, arxasında duran bir iş adamı idi.
Özü də dağçı olduğuna görə elə ona ləqəb ki vermişdilər. Buna görə ki, dağ başmaqlarını düzəldir. Özü də təmiz bir insan. Çoxları var idi. Mən burada istəsəm ad aparanmış, dediyim kimi milyonlarca olur. Həyatda olanlara can sağlığı diləyək və dünyadan köçənləri də sayğı və sevgi ilə anırıq. Və siz bu dönəmdə 98-ci ildə basqılar nəticəsində Təbrizi, Güneyi tərk eləmə məcburiyyətində. Məcbur oldum, bəli. Bizim evimizə basqı çoxudur. Bildiyiniz kimi adında apardınız. Eldar Qaradağlı bizim ailə üzümüzdür. Riza Sələşur bizim ailə üzümüzdür və bunlar Riza Sələşur 88-ci ildə, əlbəttə 85-ci ildə demək olar oradan çıxmağa məcbur oldu. 4 qızı ilə bərabər Amerikaya köçdülər. Eldar Qaradağlı ha belə sonralar Azərbaycan müstəqil olandan sonra oradan qaçmağa məcbur oldu. Çünki əsas orada yəni bir duruma gətirdilər ki, bizim evimiz və bizim ev telefonumuz 24 saat göz altındaydı. 86-cı ildə mən özüm əsgərlikdən döndüyümdə tam bizim evimiz keçmişdi göz altına və orada biz evdə hətta belə danışıqlarımızda da belə deyim ki, indi demək də bəlkə yaxşı olmuyor. Hətta ailəmizin, famililərimizdən gəlib belə danışırlar, soruşurlar, aparıb sonra İranın o qoruyucularına, əmniyyət polislərinə xəbər verir. Təhlükəsizlik. Bəli, orada demək ki, yəni o qədər bizi, mənim özümdə əlbəttə özəl həyatımda bir çətinliklər olubdur, məni türməyə salıblar. Mən 90-cı ildə gəldim İstanbulda, Söhrəb Tahirlə görüşümüz oldu, danışığımız oldu. Qayıdıb gedəndə elə sərhədli keçmişim içəri məni durdular, tapdılar, yəni bildilər, elə otobusun içindən yendirdilər, apardılar türməyə, biraz işgəncə etdilər, nələr. Hələ onlar istəmirəm çox açıqlayam. Universitetdən mən sonra çox çətinliklər çəkdim, o zamanki universitetdə dərs oxurdum. Və ancaq nə isə, belə deyim ki, bizim bu Güney Azərbaycana böyük bir, demək olar ki, bir Güney Azərbaycanda Azərbaycan türklərinin və Azərbaycanda yaşayan millətlərin hamısının oyanışında bir böyük bir, demək olar ki, bir dayanaq olaraq, belə deyim ki, Quzey Azərbaycanın müstəqil olması idi. Yəni, biz bir zaman ayrılıq gördük, Azərbaycan adında bir dövlət, bir millət, bir ölkə var, bir bayraq var. Və Güneydə bizim bütün bu milli hərəkətdə olanlar, hətta milli hərəkətdə olmayanlar, bizi bilirsiniz, milyonlar insanlarımız asimilə olublar. Hətta o milyonlar insanlar asimilə olanlar da belə Azərbaycan bayrağının, Azərbaycan dövlətinin adını eşində bir oyanmış oldu bunlarda. O içindəki o türklük. Deyəsən nəsə bizim kimliyimiz altında bir bayraq da var dünyada. Nəysə o müstəqilliyimiz Güney Azərbaycan milli hərəkətinə də böyük bir tərpəniş, böyük bir oyanış verdi. Düzdür, bizim bu Güney Azərbaycanın milli hərəkətindən çoxları da necə deyərlər, pis yöndə özləri üçün istifadələr də, bəli. Onlarla işimiz yox. Ancaq bugün biz çox mutluyuq ki, 34 ildir bizim dövlətimiz var, bayrağımız var, dünyada tanınmış bir dana bir ölkədir. Hətta Amerikada mən xatırlayıram ki, mən 98-ci ildə oraya getdim, amma dediyim kimi Riza Sələşur orada məsələn 88-ci ildə hörmətli Hafiz Paşayev birinci səfir olduğundan bunlarla get-gəlləri, yaxın görüşləri olduqları üçün o zaman Azərbaycanı çox yerdə bilmirdilər. Amerika kimi ölkədə internet var idi o zaman 1990-cı ildə. Amma bu cür belə yayım deyildir. Bununla belə oradakı insanların çoxsu heç bilmirdi ki, Azərbaycan haradır. Bəzən də birdən olur da, bilirsiniz, Amerikalılar ancaq öz ölkələrini, öz necə deyərlər, maraqlarının dağısından gedir. Elə də olmuşlar ki, birdən deyirlər ki, Azərbaycan Amerikanın əyalətlərinin, ştatlarının birisidir. Belə bir gülünc məsələ də var. Yəni, nə qədər vətənin güneyində belə Azərbaycan Respublikasından şuravi demirdilər. Yəni bu acı da olsa hər halda bir gerçəkdir. Yəni bunun üzərindən keçək. Siz 98-də Amerikaya getdiniz, Türkiyə vasitəsilə. Mən bəli, vasitəsilə, Türkiyə vasitəsilə siyasi sığınac alaraq getdim Amerikaya. Əlbəttə, Dünya Azərbaycanlıların demək olar ikinci konqresi Washington DC-də oldu. May ayının 28-ində, 29-da mən də oraya çağırılmışdım. Və mən oraya getdim, oraya gedəndən sonra da gördüm ki, qayıtmağımın faydası yoxdur. Çünki qayıtdığımı bilirəm ki... Siz onda Türkiyədən getmişdiniz? Türkiyədən getmişdim, bəli. Siz onda musiqi təhsilinizi də, yüksək musiqi təhsilini də Amerikada aldınız? Mən Amerikada almışam. Təbrizdə mən uzun illər musiqi məşq etmişdim. Hətta getdim qarman öyrənməyə. Çünki orada bilirsiniz, elə çox yerlər kimin o əski formada olaraq ancaq qulaqdan biz muğamları eşidik. Doğru.
Amma bu oxuyanların çoxusu bu qulaqdan keçirir. Mən istəyirdim notu da biləm. Musiqinin alfabetini də biləm. Onun üçün getdim elə Həsən Ağanın musiqi amuzgahı açmışdı. Amuzgah deyirlər. Orada musiqi kursu. Orada mən Ayusuf Əbdüləzimzadə, həmişə onun saygı ilə mən xatırlarım, böyük müəllimim və mənim böyük qardaşım. Oradan Ayusufdan mən başladım qarmon öyrəşməyə və not sistemini öyrəşməyə. O da nə isə sonralar düşdü universitet illərinə davam edə bilmədim. Ancaq notu öyrəndim, muğamları öyrəndim Həsən Ağanın klasslarında. Mahnıların çoxusunu elə belə demək olar kasetlərdən öyrəndim. Amma mənim həmişə arzum olduğum bu ki, mən hər zaman bu ürəkdən deyirəm. Mən arzulardım ki, gələn Bakıda konservatuvar bitirəm və Koroğlu çıxıb səhnədə Koroğlu operasını izləyəcəm. Çox sağ olun. Ancaq o olmadı. O olmadı. Bizim o tayda belə bir inqilab oldu. Sonra mənim əsgərliyim, universitetim, bu tayda müstəqillik məsələsi belə həyatda çox dəyişik oldu. Ancaq mən getdim, Amerikada yaşadım və 2011-ci ildə, 2008-ci ildə Amerikada böyük bir iqtisadi çökürüm oldu. Və o recession ingiliscədən deyilib. O çökməkdən sonra mən belə düşündüm ki, mən bu arzunu ürəyimdə saxlaya bilmərəm. Mən gərək bunu bir yerə yetirəm. Nə olursa olsun, getdim orada Amerikada, Indiana ştatında və Bloomington şəhərində girdim musiqi məktəbinə. Yaqub deyirik da. Jacob adında musiqi məktəbinə girdim. 2 il orada mən opera üzrə eğitim aldım, vokal opera üzrə. Və ondan sonra da gördüm ki, artıq mən də gec geçmişdim. Yəni mən 45 yaşımda universitetə girmişdim. Mənim həm klasslarım 18 yaşında, 20 yaşında belə adamlar və çoxları belə bilirdi ki, mən müəllimləriyəm. Deyirlər, bəlkə mən zarafat üçün gəldim, oturmuşam onların yanında. Sonra gördülər, yoxdur, mən də özüm də öyrənci kimi oturmuşam onların yanında öyrənirəm. Və mənim 2 il demək olar akademik təhsilatım orada oldu. Ancaq yenə də dediyim kimi, sonralar da elə davam etdim, özüm məşq etdim. Və bu son zamanlarda adını çəkdiyimiz Əli Haqşinas, gözəl insan, bizim o korona zamanında biz ancaq internet vasitəsilə, Zoom vasitəsilə həftədə bir dəfə toplaşırdıq bir yerə. Adını çəkdiyiniz Nasir Səhən, gözəl dostumuz, gözəl səsli bəli oxuyanımız. O da var idilər və çoxlarımız var idilər ki, orada şirkət edirdilər və biz demək olar korona dövranında beləliklə musiqimizi məşq elədik, davam etdik. Yəni sərhədlər, coğrafi sərhədlər insanın içindəki o vətən sevgisini də, mədəniyyəti də, dili də, musiqini də aradan aparmır. Yəni bax bunun bariz nümunəsini dediniz, Əli bəy dediniz, Nasir bəy dediniz. Və mən çox istəyərdim ki, bax bu şaqraq səsinizlə Təbrizdə filarmoniya var imiş də, mən bildiyim qədər. Ərk qalasının yanında salonu dağıdıblar. Bir gün Təbrizdə o filarmoniyada bax onu Koroğlu operasından, Koroğlu'nun ariyasını sizdən eşitmək çox maraqlı olardı. Söhbətimizin son bölümünə gəlib çatdıq. Mən çox istəyərdim ki, bugün vətənimizin güneyində hər halda sizin fiziki olaraq Bakıda ola bilərsiniz, Amerika Birləşmiş Ştatlarında ola bilərsiniz, amma ruhən hamınız Təbrizdəsiz, vətənin güneyindəsiz. Bugün Urmu gölü quruyur. Urmu gölü ilə bağlı haray hər kəsin, hər yerdə varıqsa o bizim təkcə təbiətimizin, ekologiyamızın pozulması deyil, həm də bizim milli qürurumuzun sındırılmasına yönəlib və sistemli şəkildə bu işi görürlər. Və düşünürəm ki, Urmu gölü ilə nəfəs alırsınız. Urmu ilə, Mərəndə ki, Ərdəbillə deməli, marağı ilə nəfəs alırsınız, fərq etmir. Yəni, vətənin hər güşəsi bizim üçün əzizdir. Bax, bugün vətənimizin güneyində musiqinin durumu necədir? Siyasi proseslərlə yanaşı, paralel olaraq mədəni proseslər necə gedir? İstəyərdim son durumu da sizin dilinizdən eşidək. Bugün mən 28 ildir belə deyim ki, Təbrizdən uzağam, ancaq tanıdığınız, bildiyiniz... Getməmişsiniz 28 ildir, bəli. Mən getməmişəm, buna görə deyil, istəməmişəm gedəm. Təbii ki. Getsəm orada problem yaranar. Mən də 13 ildir getmək istəyirəm, amma gedə bilmirəm. Gedə bilmədim, mənə dedilər, sən gəlmə, gəlsən burada bir ayrı problem yaranar, ölü yaddan çıxarır, düşərlərsən. Ancaq bu internetin vasitəsi ilə uzaqdan uzağa olsa, burada da dostlarımız oturublar, olan vasitəsilə mən bilirəm ki, bizim musiqimiz, bugünkü musiqimiz Təbrizdə, ya Güney Azərbaycanda, hətta belə deyim, Tehranda və Tehrandan başqa türk oturan şəhərlərdə 35 il ya 40 il buna
qabaq, əgər istəsək biz bunları müqayisə eləyək, çox gözəl bir durumdadır. Yəni bizim dediyim kimi, hətta Quzey Azərbaycanın müstəqil olması, burada güneydən gəlib öyrəncilərin burada öyrənməsi, istər vokal olsun, istər opera olsun, istər başqa oxumaqda janrlar, ya instrumental olsun və sonradan qayıdıb Təbrizdə, ya Ərdəbildə, ya Zəncanda, Urmuda bunların müəllimçilik etməsi, hətta rəqs belə deyim, gəlib burada koreoqrafı öyrənib və sonra gedib güneydə bunların öyrədilməsi uzun illər səbəb olubdur ki, indi bizim bu günlərdə Təbriz, istər Ərdəbil, ya Urmu, ya Zəncan, ya Tehranda çox gözəl musiqiçilər yetişdirilibdir. Yəni sənət baxımından doğrudur. Bakı bizim demək olar musiqimizin anasıdır. Biz bunu dana bilmərik. Əlbəttə. Və Üzeyir bəy Hacıbəylinin uzun illər bundan qabaq, 100 ilə yaxın bundan qabaq qoyduğu o musiqi təməldaşın biz hələ də ki, burada onu sevirik, onun əsasında irəli gedirik. Güneydə də çox quzeydən təsir alaraq burada gəlib öyrənib sonra güneydə müəllimçilik etdikləri üçün bizim musiqimiz hər baxımından çox irəliləyibdir, çox yaxşılaşıbdır. Bizim orada elə öyrəncilərimiz, elə gözəl musiqiçilərimiz yetişibdir ki, bəlkə elə mən deyə bilərəm ki, Bakı səviyyəsində bir muzikant olublar. Siyasət məsələsində də ki, bilirsiniz, bizim güneydə bu Urmu gölünün qurudulması və təkcə Urmu gölü deyil, bizim orada Güney Azərbaycanda mis, qızıl yataqları var, mədənlər var. Sözün qüvvəti, mən 2012-ci il avqustda Vərzəqanda hərdə zəlzələ olanda oradaydım. Bəli. Orada o mis, qızıl, gümüş mədənlərinin üstündə yaşayanların həyat tərzinə baxdım, dəhşətə gəldi. Bəli. Yəni o evlər, palçıq evlər dərhal dağılmışdı. Yəni bizim yerin altı da bizim üçün yaradan, hər şərait yaradan. Digər ki, diskriminasiya onları millətə qarşı ikili siyasət imkan vermir ki, onları millət özü faydalasın. Buyurun. Doğrudur. Bu, mən həmişə burada bəzi dostlara deyirəm ki, əgər istəsən biləsən müstəqilliyinin gələcəyi necə ola bilər və onun məzayası nədir, gözəl yönləri nədir? Bax ki, Quzey Azərbaycana. Bəli. Mən 93-də bura gəldiyimdə Bakı, siz burada yaşamısınız, bilirsiniz, məndən də yaxşı. Bakının o durumu hara, təkcə Bakı deyil, bizim yollarımızın, ayrı şəhərlərimizin, rayonlarımızın o durumu hara, bugünkü durumu hara. Bizim indi güneydə bizim qızıl yataqlarımız var, onları tanıyırlar. Ancaq o toprağın üstündə yaşayan insanlara o qızıldan gələn bir gəlirin onda birini vermirlər. 100%-ni vermirlər ki, orada yerli adamlar da özləri üçün bir yaxşı həyat qura bilsinlər. Hələ o bəs deyil, orada bilirsiniz ki, bunları prosesəndə, yəni istər mis olsun, istər qız olsun, çoxlu o səmmi olan materiallar, zəhərli materiallar. Onları da buraxırlar bu cür təbiətə və yerli adamlar hətta Araz çayının içinə qədər o zəhərli suları buraxırlar ki, orada yerli adamlar zəhərlənsinlər və oradan köçsünlər. Urmu gölünün quruması minlərcə insanlar konser tutublar, ciyər konseri. Çünki o toz şu vardı, duz tozlarlar. Onlar səbəb olun ki, insanlar o duz gedib ciyərlərində otursun. Həm ekosistem məhv olur, həm insanlar məhv olur, həm də o coğrafiyanı sanki bunlar insansız, türk insansız qoymaq istəyirlər. Eyni siyasət ki, Ruslar aparmışlar Oral gölündə, bilirsiniz. Aral gölü, bəli. Aral gölü, Oral. Orada aynı siyasəti də elə... Çox təəssüflər olsun. Bəli, Molla rejimi aparır. Buradan biz söhbətimizin sonuna gəlib çatdıq. Dəyərli izləyicilər, bizim bugünkü qonağımız qürbətdə yaşayan musiqisi dostumuz Behruz Fərrux idi. Behruz bəy, sonunda əgər deyəcəyiniz varsa eşidək. Mən çox sağ olasınız, var olasınız məni bura çağırdığınızda. İzləyicilərin hamısına salamlarımı, sayğılarımı bildirirəm. Nə mutlu ki, bizim vətənimiz var, bayrağımız var, dövlətimiz var və o gün arzuluram ki, sizi biz Təbrizdə qarşılayaq. İnşallah. Mütləq, yəni bizim də ən böyük diləyimiz odur ki, bir gün Təbrizdə, mən bayaq dedim ki, Təbrizdə sizin ifanızda Koroğlu ariyasını eşitmək qismət olsun bizə. Dəyərli izləyicilər, bugün biz musiqiçi, tenor, vokalist, hörmətli Behruz bəy ilə vətənimizin güneyində musiqi haqqında danışdıq. Mən verilişin əvvəlində dedim, vətənin güneyində musiqi həm də milli kimliyin, milli varlığın qorunmasında müstəsna rolu olub. Bugün də o rolu qoruyanlar var, musiqimizin, mədəniyyətimizin keşiyində duran insanlar var ki, orada, bax, onlar
gerçəkdən onların qarşısında biz bir vəfa borcumuz var hər zaman və burada onlara salam göndəririk. Həyatda olanlara salam olsun, həyatdan köçənlərin ruhu şad olsun. Sağ olun, sağlıqla qalın.